Gəncədə avtomobil yanıb. APATV-nin yerli bürosunun məlumatına görə hadisə şəhərin Şah İsmail Xətai prospektində qeydə alınıb. Belə ki, Göygöl rayon sakini 1986-cı il təvəllüdlü Niyaməddin Qurbanov idarə etdiyi Mercedes markalı minik avtomobili ilə prospekt boyunca hərəkətdə olarkən nəqliyyat vasitəsi qəfil yanmağa başlayıb. Avtomobil qısa müddətdə alovlanaraq yanıb. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin əməkdaşları və texnikası cəlb olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Avtomobilin qalan hissəsi isə yanğından mühafizə edilib. Sürücü hadisənin baş vermə anını belə xatırlayır. Maşınla gəldik, gördüm maşından elə bir qabaqdan tüstü gəldi. Tez dedim çəkim qırağa, burada svetofor idi, istəmədim dalda arxada maşınlar dayansın. Çəkim yolun sağına, baxım düşüm görüm. Ona görə gördüm tüstü çoxaldı. Ailə uşaq da maşındaydı. Gördüm od qalxdı maşından. Düzü mən heç nə eləyə bilmədim. Çünki adam o momentdə şokda olur. Uşağa da yəni qırağa çəkdim. Yanğın zamanı xəsarət alan olmasa da avtomobil yararsız vəziyyətə düşüb. Hadisənin baş verdiyi ərazidə nəqliyyat sıxlığı yaranıb. Əraziyə Gəncə şəhər Dövlət Yol Polis Şöbəsinin əməkdaşları da cəlb olunub. Polis əməkdaşlarının müdaxiləsindən sonra yolda hərəkət bərpa edilib. Faktla bağlı isə araşdırma aparılır. Fuad Nazimoğlu, Eşat Cəfər, İman İmanlı, APATV Gəncə.